Xəzər TV və Portal Games təqdim edir. Babayeva Aysel müğənni. Aktyor şovmen Faiq Şadlı. Quliyev Sərhəd, peşəm idmançı və döyüşçü. Sevgi Paşayeva aparıcı. Rüfət Rafailoğlu, aparıcı şovmen. Adam Dəyirov, futbolçu. Stilist bərbər Nazim Süleymanov. Saz ifaçısı Alim Bağırov. Narin müğənni. Mən Vüqar Təmkin, müğənni və tibb işçisi. Mən Mehdiyev Elnur, peşəkar idmançı. Zahid Türbəndiyev, aktyor. Narana Paşayeva müğənni. Əzizova Aysel müğənni. Xəlilov Elçin, rəqqas. Sözün açıq, bilmirəm çətindir yoxsa yox, belə şey olanda. Amma stadionda bilirəm ki, gəlib olma çətindir da, yəni oynamaq lazımdır ki, qalib gəlsin. Demək olar ki, olmadığım yarış olmayıb. Qalib olmağın dadı bir başqadır. Amma uduzanda da o... Ölkənin ən bahalı reality şousuna xoş gəlmişsiniz. Buradan kimsə 10.000 manatla gedə bilər. Hər şey yaxşı olsa. Mən əlimdən gələn eləyəcəm ki, olmasın. Qarşıda sizi 4 mərhələ gözləyir. Bu mərhələlər çətindir. O qədər çətindir ki, buradan hələ heç kəs ən böyük uduşu götürüb apara bilməyib. Bilmirəm, nələri qurban verəcəksiniz burada qalib olmaq üçün, bunu üzümüzə gələn saat yarım ərzində biləcəyik. İlk mərhələ tələsən təndirə düşür adlanır. Hazırlaşın. Məğlub olmasan, qalib olmaq mümkün deyil. Yavaş kardeşimse. Allah hile yok. Yavaş sana. Bir kardeşke getirin. Pula da ehtiyacımız var, qalib də olmaq. Şadlıqlarda gələk, şadlıqlarda yox. Sən möhkəm. Mən burada. Elə bir gedən oxşuyur. Əsəb olmuyor, başım. Burada oradan düşmək var, Qan rəngi. Yüngül adam var, heç də olmaz. Olmadı götürərsən. Döşər rahatdır. Bir yanına. Dostlar, axıracan rəqabət aparırıq. Çətin oyundur. Çətin oyunda. İştirakçılar, tələsən təndirə düşər mərhələsi üçün hamı qırmızı qapının qabağında toplaşsın, sırayla. Uşaqlar,
Özümü bilsin necə hiss edirəm. Elə bir ölmüşəm o dünyada növbədəyəm. Bütün elədiklərin indi gözümün qabağına keçir. Mən qabaqda istəmirəm. Qabaqda niyə? Qorxulu adam var. İştirakçılar, qapıdan keçin içəri və qırmızı xəttin arxasında sırayla düzülün. Bu mərhələdə bütün iştirakçılar ayağı bağlı vəziyyətdə hərəkət edəcəklər. Onlar yalnız tələsən təndirə düşər cümləsi səslənəndə hərəkət edə bilərlər. Cümlə bitdikdən sonra cüzi hərəkət edən iştirakçı bir canını itirərək mərhələni tərk edir. 16 nəfərdən qırmızı xətti keçən birinci 5 nəfər qalib sayılır. Digərləri isə oyunda bir canını itirərək mərhələni tərk edirlər. Əslində xeyr, bu acığa gəlməmişəm. Olsa nə gözəl olar təbii ki. Əsas odur ki, oyun maraqlı keçsin. Heyf krasovkamdan. Bilsəydim bunu geyməzdim. Heç lazım olmayan krasovkalardan birinci. Gəl burada, izləyəm biraz o tərəfə, geç gəl. Sən gəl. Gəl bura, gəl bura. Şansı mən həmişə deyirəm, həyatda şansı yoxdur. Özü çalışmaq lazımdır ki, o şansı gəlsin. Yəni, göydən düşmür də şansa. Keçid əsas ilk mərhələdir. Sonraki mərhələlərdə yəqin ki, hər şey yaxşı olacağına inanıram. Əslində, bütün mərhələlər mənim üçün asan olacağını düşünürəm. İnşallah qalib yəqin ki, elə özüm olaram. İştirakçılar, tələsən təndirə düşər mərhələsində bu cümlə səslənənə kimi siz hərəkət edə bilərsiniz. Cümlə bitən kimi, yəni düşər sözünü eşidəndən sonra hərəkət eləməyin qadağandır. Kim hərəkət eləsə, bir canlı itirəcək. Qarşıdakı qırmızı xəttə çatan ilk 5 nəfər 2 canlı növbəti mərhələyə keçir. Digərləri bir canlı itirir. Hazır olun. Tələsən təndirə düşər. Sekiz 88. Niyə? Tələsən təndirə düşər. İştirakçı nömrə 404. Allah rəhmət eləsin. İştirakçı nömrə 414. İştirakçı nömrə 013. İştirakçı nömrə 505. İştirakçı nömrə 099. İştirakçı nömrə 302. Tələsən təndirə düşər. Biz ölmüşük. Biz yoxuq. Tələsən təndirə düşər. İştirakçı nömrə 310. İştirakçı nömrə 007. Tələsən təndirə düşər.
İştirakçı nömrə 909. Cəzan xeyrəm. 909 an desə bildi ki, İştirakçı nömrə 009. İştirakçı nömrə 111. Tələsən 333 yaman gedir, ona bax. təndirə düşər. Mən təkəm yoxsa gələn var orada? Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Halaldır sən Aysel. Sikanı qoru. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. and içibsiz. Aysel tutub etir. Səhərə çatın çatacaq. Səhərə çatacaq başa. Baş yerin orada mən. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Aysel temanı tutub Tələsən təndirə düşər. İştirakçı nömrə 333 təbriklər. Sağ olun dostlar. Düşməni uzaqda axtarmaq lazım deyilmiş. Tələsən təndirə düşər. Tələsən təndirə Tələsmirik, ehtiyatla. Diqqətli. Hələ deməyim. Əla, əvvəldaşı da açılır. Hələ deməyim. Qeyr. Nasıl? Hə, uşaqlar, hərəkət eləyin. Get də da. Stop. Tələsən Ehtiyatla. Mənə bağlama beni. təndirə düşər. İştirakçı nömrə 201. Tələsən təndirə düşər. 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 İştirakçı 010 təbriklər. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Tələsən təndirə düşər. Tez-tez deyəcək, gözlələ. Tələsən təndirə düşər. İştirakçı nömrə 005. Təəssüf. Ay aman, qaçardım da bunu orada. Əsas bura kim gəldi? Kimin gözündə var, kimin gözündə var. Sən getdin, çıxdın başı. Biraz da səbr eləyərdin də. Bir addımı da gözləyərdin. Mənim ürəyim patlayardı ya, Allaha and olsun. O budur keçəndən sonra infarkt keçirlərdim. Bütün iştirakçılar keçin istirahət zonasına. Adrenalin və əyləncə dolu vaxt keçirəcəyinizə zəmanət veririk. Azərbaycanda ən böyük reality oyun mərkəzi olan Portal Games hamını maraqlandırır.
Heç nə, belə şey olur. Burada da itirdik canı. Siz psixoloji olaraq həmin oradan bir söz deyirsiniz. Psixoloji olaraq həmin insanlar düşünür ki, mən bu addım atdım, mən neyiniyim? Qarışmayın. Bir kəlmə söz deyəcəm. Çətin oyundur. Oyun olmaq çətin oyundur. Mən bir onu demək istəyirəm ki, əgər qalib doğrudan da mən özümə də deyirdim bayaq. Qalib olmaq istəyən kəs bu verilişə təkrar baxmalıydı. Yox, sən verilişə baxsan belə, sən zaten bir dəqiqə. Yox, üzr Mən istəyirəm. şəxsən mən bilmirdim ki, o tərpənəndə nə qədər desə tərpənməsə xeyir olmayacaq. Sizə aparıcı izah elədi. Aparıcı izah elədi. Mən şəxsən mənə də tam dəqiqliyi elədi. Siz oyuna nə qədər baxsanız da, siz aparıcı orada sizə deyir ki, sən düşünə bilərdinmi ki, tələsən təndirə düşər? Həmən dedi. Sən onu düşünə bilərdin? Amma tərpənmirdi, qız tərpənmirdi. Yox, mümkün deyil, kamera çəkilişi var. Mən də özümdə deyirəm tərpənmirdi. Yox, tərpənmirdi, bilirəm. Mən də tərpənməmişdim, amma bunu deyə bilərəm. Mən onu bilmirdim ki, tərpənməmək olar. Biz burada... Mən onu bilmirdim şəxsən, tərpənməmək. Biz burada onlar tam dəqiqliyi ilə baxır və hətta özünü eşitdir ki... Birin video, baxa bilmirsə, hətta deyir ki, diqqətli olar. Bu barədə var. İştirakçılar, 30 saniyə ərzində hər kəs özünə cütlük seçsin. Vaxt getdi. 30 saniyə ərzində cütlük. Qız, oğlan. Onsuz da ki, oğlan çoxdur qızıl. 5 dənə qız var, 75 dənə oğlan var. Gəl Alim, qadan alım, gəl yerimizə cütlüyümüzdən davam eləyək, gəldiyimiz kimi. İndi inşallah ki, biz 2 dənə oğlanla düşmərik də inşallah. Bro. 888. Siz bir yerdə. Bəli. Siz ki? Quraqlaşdıq. Seçdik də. Vaxt bitdi. Seçilmiş cütlüklər. 2-2. Yaxınlaşın bizim əskərə və torbadan top seçin. Hər zaman şanslı olmuşam. İnanıram ki, burada da şanslı olacağım. İştirakçılar 010 302 333 909 hazırlaşın. Bu mərhələdə iştirakçılar öz aralarında 2-2-yə bölünərək yarışa davam edirlər. Körpünün sağ və sol tərəflərində dayanan cütlüklər bir-birinə qarşı yarışacaqlar. Hansı cütlük sona qədər kəndiri əlində saxlasa və ya kəndiri dartıb digər komandanın əlindən alsa, qalib hesab olunur. O biri 2 nəfər isə məğlub olur. Say bitən kimi yarış başlayır. Say bitməmiş yarışı başlayan komanda məğlub olacaq. Kənardan tutub və yerə uzanıb dartmaq qadağandır. Hazır olun. 3, 2, 1. Bu uduzmaq deməkdir. Uduzmaq deməkdir ki, bəli. Gedək, çox. Növbəti cütlüklər 111 009 005 201 hazırlaşın. Nə oldu? Getmədim aşağı. Uduzduq amma... Sıradır bura, təslim oldu. Təslim olmadıq. Prosta ki, dedik də onlar 2 kişidirlər, mən xanımam. Risk eləyərdiniz. 2-dən elədik də, 2 deməmiş çəkdi ucu ipi. Mən də həm də əməliyyatdayım axı, çox risk eləyəm mən.
Say bitən kimi yarış başlayır. Say bitməmiş yarışı başlayan komanda məğlub olacaq. Kənardan tutub və yerə uzanıb dartmaq qadağandır. Hazır olun. 3, 2, 1. Yes! Bay bay. Görüşürüz. Deyirəm də bu uşaq idmançıdır da, inanan yoxdur. Bizə deyilməz axı söykənmək olmaz, bir şey eləmək olmaz ancaq. Nə? Say bitən kimi yarış başlayacaq. Say bitməmiş yarışı başlamaq qadağandır. Kənardan tutur və yerə uzanıb dartmaq, eyni zamanda söykənmək kənarlara qadağandır. 3, 2, 1. Gəlin, gəlin. Can, əzildədir. Əzildin. Əzildin. Heç olmaz. Ayağı girin. 013-007 505-099 hazırlaşın. Sən ayağın əzildədirsən. Təş. Ayağın əzildədir. Siz gec başladınız, ayıb daxmağa. Gec başladı. Birinci gec başladınız. Prosto, bunlar bizdən qabaq çox tarixçəsi, ona görə başa. Hədə biz sən gec hazırlaşmalıydın axı birinci qalxan. Say bitəndən sonra yarış başlayacaq. Say bitməmiş yarışı başlamaq olmaz. Kənardan tutub yerə uzanıb və kənara söykənib dartmaq olmaz. 3, 2, Səbir ol, səbir ol. Hər iki komanda məğlub oldu aşağı. Say bitməmiş başladığınıza görə ikiniz də. İki komanda. Tələssin lazım. Tələsmə deyəm, dartırsan mən də dartırım. Tələssi də, qardaş da. Onlar tələssinlər də. Tələssi də, şey yox işte, ona görə. Nə, ona görə uzun. Niyə tələsirsiniz? Belə şey yox. Arxadan sən deyir. Yəni belə şey yoxdur. Nə bilim, bilmirəm, o tərəfdən dartıldı, mən də dartdım. Mən qabağa gəldim, necə düşürdüm yerə. Ağlaya-ağlaya getdiyə qabağa. Sən ağlaya-ağlaya getdin qabağa. Bir mərhələ keçmişəm, nə ağlaya-ağlaya? 2 mərhələ keçmişsən. Ha, bir mərhələ. Orada da keçdin, burada da keçdin. 0 canım var, orada bir can götürməliydi. Psixoloji təsir eləməyək də, bundan sonra çətin oyun ola bilər. Demək olar, hamınız gedirsiniz. Hara gedirik? Demiyorlar hamımız gelirik. Ya Allah. 9-9. 9-9. Burada. Niyə uduzdunuz? Gücüm çatmadı. Belə dırnaqla çətin çatar. Əlvida. %111. Sözünüz. Görüşdük nə çətin, ayrıldıq nə asıl. Və bu məni sevindirir. Əlvida. Əlvida. Sıfır 09. Və? Hə, və heç nə. Şansımız bugün bizdən üz döndərdi, maalesef. Əlvida.
0.99. Mənəm. Şans vermədiniz bizə. Axırıncı siz idiniz. 2 dəfə sizə xəbərdarlıq olundu ki, say bitməmiş. Bizə olmadı. Mən tərpənmədim yerimdən. Düzgünlük olmaz sadəcə ona. Götürün 0.13-də gedin. Yavaş qolum əməliyyat olmuşum. Əlbəttə. Salamünaleyküm. 505. Niyə belə oldu? Həyatda da. Əsas oyunda həyatda uduzmuyor. Əlvida. Sağ olun. Sıfır yetdi. Əlvida. Siz də o dərin mənalı sözü deyəcəksiniz, əsas həyatda uduzmayaq. Yox, o şablon sözdür. Şansımız gətirmədi, uduzdu. Əlvida. Buyurun. Kədərlənmirəm. Qismət beləymiş. Qismət körpüsəli qarşıdadır. Bəli. O da yaxşı olacaq. Amma sizin üçün yox. Ola bilər, həyatda uduzum. Həyatda yox, daha doğrusu oyunda uduzum, həyatda yox. Əlvida. Ay Allah! Uşaqlar, məni yola verin də, nə olar. Deyirsiniz məni yola verin, sizi yola verməyə ehtiyac yoxdur. Çünki indi ən şirin mərhələ başlayır. Ən şirin anlar hazırlaşın. Sözlərə diqqətlə qulaq asmadım. Həm də biraz komandada müdaxilələr var idi. İştirakçılar, yəni bir-birimizə müdaxilə çox elədi. Yəni deyim də, Loru dildə desə çaşdıq. Oyun möhtəşəm keçdi. Amma oyunda bəzi müdaxilələr oldu, psixoloji olaraq bir müdaxilələr oldu. Sözlər deyildi falan, yəni istər-istəməz həmin insan digər iştirakçıların psixoloji duruma düşdü. Tələsən təndirə düşərdə mən düşündüm ki, mən artıq 4-5 addımım qalmışdı ki, keçim. Amma sadəcə mən düşünmədim tərpənə bilərəm. Çünki burada kameralar çəkir və s. Mən deyə bilməzdim ki, mən tərpənməmişəm. Çünki aparıcı nəzarət altındadır, aparıcının nəzarəti altındayıq. İkincidə kəndirdə isə sol tərəfə biz yönəldik. Qarşı komanda sol tərəfə bizi yönəltdiyi üçün istər-istəməz mən sola keçdim və qarşımdakı bir maneə var idi. O maneəni də incitməmək üçün, yəni deyək ki, operator var idi. Mən o operatoru incitməmək üçün mütləq şəkildə əlimi buraxdım. Hər iki oyunda uduzdum. Birinci oyunda biraz səbirsiz davrandım, kim düşər deyənkən. İp yarışmasında da ki, qarşı tərəf daha güclüydü. Mən bir bəy, bir xanım idik, iki tərəf iki bəy idi. Ona görə sonuna qədər getməyin şansı yox idi. Əslində çox istərdim oradan düşüm. Amma nəsib olmadı. Amma çox möhtəşəm idi oyun. Mən əslində 111 nömrəli iştirakçının sözünə qulaq asdım. Yəni o həmişə mənə deyirdi ki, bax gedəndə belə eləyərik, bax tez qaçarsan, nə bilim, tələsən təndirə düşərdə ən birinci sən olmalısan. Çox təəssüf eləyirəm, 111 nömrəli iştirakçının badına getdim. Birinci mərhələ çox çətin gəlmədi, amma ikinci mərhələdə fiziki gücün güclü olmalısan fiziki ki, qalib gələsən. Bu da mənim üçün çox çətindir, çünki balaca qızam. Arıq balaca qızam, ona görə də gücüm çox yox idi. Biz burada əsasən cəllik seçdik. Səbirə önəm vermədik və buna görə də məğlub olduq. Eybi yox, çalışaq həyatda uduzmayaq. Sadəcə bir oyundur. Oyun gözəl keçdi, sadəcə biz biraz tələsdik. Tələsməyimizin ucbatından da yəni qarşı tərəfi finala, yarım finala göndərdik. Halbuki biz finala yəni məqsəd qoymuşduq ki, getməliydik.
Şirin anlar mərhələsi üçün sarı qapının qarşısında düzül. Sarı qapı. Yol böyüyündür. Uşağındır. Uşaq var da, uşaq var da. Bir dənə qızımız var, xətrinə dəyməyin. İştirakçılar sarı qapıdan keçin içəri. Növbəti mərhələ şirin anlar adlanır. Sizə peçenya təqdim olunacaq, bu peçenyanın üstündə fiqur haqqı olur. O fiquru kəsib çıxartmaq lazımdır ki, həmən fiqur zədələnməsin. Kömək üçün sizə iynə verilib, amma siz hansı üsuldan istəyirsiniz, istifadə edə bilərsiniz. Yaxınlaşın peçenya seçin. Bu mərhələdə iştirakçılara bağlı qablarda peçenyalar təqdim olunur. Onların üzərində müxtəlif fiqurlar həkk olunub. İştirakçılar onlara təklif olunan vaxt ərzində iynə ilə həmin həkk olunmuş fiquru peçenyadan ayırmalıdırlar. Amma bununla belə həmin fiqur zədələnməməlidir. Vaxtında bu tapşırığın öhdəsindən gələn iştirakçı mərhələnin qalibi hesab olunur. Say bitən kimi vaxt gedəcək. Vaxtınız 2 dəqiqə təşkil edəcək. Hazır olun. Vaxt getdi. Son 1 dəqiqə. 005 təəssüf. Dadına baxın. 404 təəssüf. Son 30 saniyə. Qəşəng. Çıxartdım. Çıxartdım. İştirakçı nömrə 414 təbriklər. İştirakçı nömrə 201 təəssüf. Son 10 saniyə. 302 təbriklər. 5, 4, 3, 2, vaxt bitdi. 333 təbriklər. Sağ ol. İştirakçı nömrə 010 təəssüf. Və mən sizi yola salacaqdım. Sən çox dedin axı, demək düşmür, bilmirsən, hə? Yola salacağım, yola salacağım. Tam cızon çıxın quyruğu idi, onu dedik yapışdıraq da. Adəmdən utanır. Sən də qaldın? Qaldım. Mənə bax, kebab qonaqlı. Problem yoxdur. Amma axırda qırdım. Mən iynən elədim, qəşəng qırdım. Bu axırda yadımdan çıxdı o bir dənə. Bir dənə bax. O bunun əsas şeyləri şeydir, ən öndə. Elə Yumuşaq elədim, oldu. amma Yox, 50 sən, yəni bir dəqiqə edirsən qaba arxaya, sonra iynə ilə belə edirsən, sonra çıx
Mən yaxşıyam sizdən fərqli. Mən də elə yaxşıyam. Uduzana qədər. Sonra mən Əlvida. qurban olum, özüm gəlirəm. Görüşürük. Ha, nə olubdur? Bu nə olub? Niyə uduzdunuz? Qismət. Təşəkkür edirəm. Şərait yaratdınız, oynadıq biz də oyunda. Əlvida. Təşəkkür edirəm. Sağ olun. Sözünüz. Əlvida. Və siz indi qismət körpüsünə çıxırsınız. Sıralamanı özünüz müəyyən edəcəksiniz. Əskər torba verəcək, içində top var. O topların üstündə rəqəm var. Rəqəmi seçəcəksiniz. Kim birinci, kim ikinci, kim dördüncü. Və qismət körpüsünü keçib mənə yaxınlaşan şəxs və ya şəxslərlə, iştirakçılarla biz finalda və böyük finalda görüşəcəyik. Yəqin ki, hazırlaşın. Çətin oyundur. Şükür yaxşı. İndi çətin olacaq. İndi başlayacaq. Buna Sirat körpüsü deyirlər. Onu çox danışan birinci göndərəcək qabağa. Bir qışqırma da, xahiş edirəm. Bunu keçdik cənnətdə Sirat körpüsü. Bunu da baxda indi bir-birinizə şey eləyək. Kim göndərə birinci qabağa? Yox, mən məğlub olacağam. Orada şeylə mən 100% məğlub torban götürürük də. Evə də zəng girib demişəm ki, uduzsam da belə üzülməyin da. Yəni ki, əlbəttə. Amma sənə təbrik edirəm də. Bu qədər gəldisən. Mən bu qədər gəlmişəm deyəndə sən nə qədər gəlmişsən? Sən Adəm, başı olmayan Adəm. Sən məndən də canlısan. Burada canlı söhbəti getmir də. Yəni ki, ayağım öldürür. Adəmə nə olur? Bir yaxda səsin çıxmırdı sən. Səsin çıxmır. Bu zaryadkası saxlayır. Bax görsən, sportsmenlər axı idmançıdır. İdmançıdır deyə o enerjisini topladı. Dostlar, mən buraya yatım biraz əskərim yadıma düşsün. Hər bir ozananda kazarma, əskəri yadıma düşür. Naxçıvana salamlar olsun. İştirakçılar bir-biri yaxınlaşan torbadan top seçin. Bu sizin sıralamanızdır. İnşallah birinci yeri də tutarım. Əvvəldən bax bu mərhələdən qorxmuşam. İnan Allah. Ona görə deyirlər, qorxun başqa, qorxun çöp düşər. Hətta düşəcək də, biraz da çöp düşəcək gözümə. Tam əminəm. Bilmək olmaz. Bu mərhələdə iştirakçılar körpü ilə addımlayaraq sona kimi getməlidirlər. Körpüyə addım qoyduqda maksimum diqqətli olmalıdırlar. İstənilən an onların ayaq qoyduqları xana açıla bilər və onlar körpüdən yıxılaraq oyunu tərk edə bilərlər. Bunun üçün iştirakçılar dəqiq seçim edib düzgün tərəfə addım atmalıdırlar. Körpünü sona kimi addımlayan iştirakçı mərhələnin qalibi hesab olunur və finala vəsiqə qazanır. Kim bu körpünü keçib mənə yaxın gəlsə, biz onunla finalda görüşəcəyik. Başlayın. Ortaya yox, elə yox. Ortadan. Dəhəndə ayaq qoyma. Ortaya ayaq qoy, sonra get ya sağa, ya sola. Sağa. Əli yığ. Əlləri bağla. Əli Davam edin. Elə yox.
Dəmirə qoyarım. Açılsa əlbi açma. Davam edin. Dəmirə qoyarım da. Gördün mü? Tələsməyin. Ortaya qoy da. Biz sizə kömək edirik. Davam edin. Davam edin. Əllər. Sağ el. Sən sağ gəl. Sağ məncə daha uyğun görsən. Davam. Sağa get. Sağ. Sola çevir. Hocam давай. Davam edin. Ayaqlar cüt. Davam edin. Son addım. Özün fikirləş. Son addım vaxtınız məhduddur. Mən də sağda özün fikirləş. Özün. Davam edin. Qəşəng. Canavar. Biz sizinlə finalda ikinizlə görüşürük. Bir nəfərlə biz böyük finalda görüşəcəyik. Hazırlaşın. Həzənəndir. Çətin oyundur. Çətin oyunu demişdim. Finalda iştirakçıları üzərində 15 xana olan yumru masa gözləyir. Masanın üzərindəki xanalarda müxtəlif məbləğlər və bir bankrot xanası gizlənib. İştirakçılar növbə ilə istədikləri xananın rəqəmini səsləndirərək onu açırlar. Seçdikləri xanalardan çıxan məbləğlər onların hesabına əlavə olunur. Amma iştirakçı səsləndirdiyi xanadan bankrot çıxarsa, oyunçu oyunu heç nəsiz tərk edir. Sonacan bankrot xanasını açmayan iştirakçı isə hesabında topladığı məbləğlə və masanın üzərində qalan digər açılmayan məbləğlərlə böyük finala keçir. Əslində gözləmirdim bu qədər çətin olar. Yəni heç fikirləşmirdim bu qədər çətin olar. Qıraqdan insan daha rahat görsənir. Mən getdim, 4 turdur, rahatdır. Amma əslində elə deyil. İçəridə atmosfer, oyunçular və əsas beynimi ona kökləndirmişdim ki, bütün iştirakçılardan istifadə edeyim. Yəni bunu açıqlayım ki, finaldayım şey, amma deməliyəm və maksimum qabağa gedim, finala kimi gəlim və elə də oldu. Təbii ki, çox sevinirəm, gözəl hisslərdir. Hər oyuncu belə deyək, finala çıxa bilmir. Biz burada 16 nəfər idi, 2 nəfər qaldıq finala. Çox şükür, yəni həqiqətən də çox sevincliyəm ki, finaldayım. Burada da çətin oyun olacaq, gözəl oyun olacaq burada da. Təbii ki. Görək başımıza nələr gəlir. Yenə də qalıb şansımıza. Uğurlar Şansı deyirəm. qatmayaq.
Uğurlar şansa diləyirəm. inanmıram. Yox, burada başqa bir açıqlaması yoxdur. Burada ancaq şans. Başqa nə olar? Uzun bir istirahətdən sonra biz sizinlə yenidən görüşdük. Finalda. Buradan yalnız kimsə bir nəfər mənimlə böyük finalda görüşəcək. 15 qapaq var. Ümumilikdə 5000 manat və bir bankrot. Siz bir-bir qapaqları açırsınız. Kim bankrot açsa, finalı tərk edir. Digəri ilə biz böyük finalda görüşürük. Sualınız var. Xeyr. Buyurun, seçin. İlk seçmək biraz çətin olur. Amma bunu etməlisiniz. Başlayaq. Birdən. Niyə? Nəsə elə təxminən bir deyirəm. Məndə elə yoxdur rəqəmlə nəsə bir nəyisə bağlayayım. O məndə bu düşüncə yoxdur buna görə. 900 manat. Əlavə edeyim. Növbə sizindir. 0-10. Mən rəqəmlərə inanıram və hər dəfə də seçimimi doğru eləmişəm. 13-dən başlamaq istəyirəm. 13. Çox olub 13-dən bankrot çıxardan. Bizdə. Mən inanıram. Rəqəm. 900 manat da sizindir. Xatırladıram ki, mən qapağa toxunmayana qədər siz fikrinizi dəyişə bilərsiniz. Buyurun, 333. Sizin seçin. Olsun 10. Mən qapağa toxunmayana qədər fikrinizi dəyişə bilərsiniz. Xeyr, 10. Bankrot çıxsa. Çıxmaz. Çıxa bilər. Amma bu dəfə çıxmadı. 700 manat. Böyük məbləğlərdən başlamısınız. Çətin oyundur. Toxuna bilərəm də, baxa bilərəm yaxından. Qapağı qaldırıb baxmaq? Yox, rəqəmə yaxın. Əlbəttə. 6 fikirləşirəm. 6 fikirləşirsiniz, amma seçiminiz? Olsun 6. Əminsiz. Eyni məbləğlərlə gedirsiniz. Sağ ol, Fərahim. Həqiqətən maraqlı oyun gedir. Belə çox, yəqin ki, həmişə belə olmur. Oyun getsə də belə olanda daha da qəzləşir. Bu elə başlanğıc. Təbii ki, mən biraz... Ona görə mən istərdim elə qarşımda olan 5 rəqəmi seçim. 5. Niyəsi də yenə də yoxdur. Soruşmayacağım niyəsini. Açın. 100 manat. Əlavə eləyəcəm olmasa. Siz də indi 100 manat açsaz, mən biraz təəccüblənərəm. Buyurun. Üç. Yüz manat deyə bankrot. 3. 4 manat. Get-gedə qəlizləşir. Həqiqətən başlanğıc imiş. 7, 8-dən 7-dən. 8. 9. Olsun 7. 7. Bəlkə 8. Bəlkə də 8, amma 7. 7 yox 8.
7 olsun. Artıq fikrinizi dəyişə bilməzsiniz. 400 manat. Sən 100 manatın indidir. Növbə səndə də 100 manat. Siz də 100 açın, hesab bərabərləşdir. Heç bir uğurlu rəqəmim qalmıyor. Çox idi bundan əvvəl. Çox idi bundan əvvəl uğurlu rəqəmləriniz. 6-lar və 13. Ona görə də 3 seçdim. Yəni hal-hazırda stolda olan heç əlaqəsiz xanlar. Beləliklə. On bir. Bəlkə 9. 11 ya 9. Həmişə belə qərarsızsınız? Həyatda yox. Amma şans oyununa biraz sevmirəm. Əslində burada sizin şansınıza heç nə aid deyil. Ona görə çalışdığım qədər şansa buraxmaq istəmirəm. Və beləliklə sizin seçim? 11. Bəlkə 12. Xoşum gəlir mənim sözümü qulaq asın. 200 manat. Hər dəfə daha da qəlizləşir. Bu şans söhbətinə qayıdaq. Mən həqiqətən də heç bir rəqəmi birləşdirmirəm. Bu mənim qiymətimdir və yaxud doğum tarixi. Mən bu şeylərə inanmıram. Bəlkə də düz edirsiniz. Ona görə mən şans belə deyək, şansımıza buraxırıq. Olsun 11. 11. Bəlkə 9. Siz fikir verdinizsə 11-i açmaq istəmədim. Bəli, gördüm. Fikrimdən daşımaq istəmirəm. 11 olsun. 11 olsun. Mən xəbərdarlıq etmişdim. Və 150 manat sizin. Sizi gözləyirik. Nə fikirləşsən? Lütfen qonaqlıq yadında olsun. Təbii, branşa artıq qayda qanunudur. Biz çox görmüşük burada udub qonaqlıq söz verib sonra itibat olanları. Yəqin ki, olmaz. Beləlik. 9 yoxsa 15. Naraton, bankrotu çıxart qonaqlıq mənim. Amma summa qədər, ona uyğun. Ona uyğun olsun. 15. Bu dəfə 9. 9. Bu dəfə 9. Xoşum gəlir belə qərarsız oyunculardan. 9 yoxsa 15? Siz nə qədər ki belə qərarsızsınız, mənə o qədər rahatdır sizi idarə etmək. 9 yoxsa 15? On beş. 9 ya 15. Başı saxlayasın məni. Mən 9'u da çəkirəm. Onu 9 açaq. On 5'i də çəkirəm. 15 açaq. 100. İşin rəngi artıq dəyişdi. Qonaqlıq məndədir. Azaldı. Bilmək olmaz. 5 qapaq var. Ürəyimə bu dəfə belə deyirlər, damıb ki,
Nəsə bankrot axtarıram elə bil ki. Axtarın bankrotu və açmayın. Bacarsaz. Bu bayaqdan düzdür, inanmırdım deyirəm belə şey, inanmıram da. Söz söhbətli rəqəmlər açanda hələ ki yaxşı gəlirdi. Ona görə olsun 9. Bəlkə 8. Bəlkə də 8. Amma 9-a çatdıra mənim. 8 açıq. Seçici eləmirəm. Qanı sıxacaq. 9 açıq. Bəli. Qapağa toxunmayana qədər fikrinizi dəyişə bilərsiniz. 9. Mənə sizin reaksiyanız çox maraqlıdır. Bankrat. 200 manat. Sağ ol, Bağırov burada deyilib. Vay, işin həqiqətən. 8-i açmaq istəyirəm. İstəyirsiniz, açın. 4-ü də açmaq istəyirəm. Onu da aça bilərsiniz. Hətta 2-ni də aça bilərsiniz. 14-ü də aça bilərsiniz. Təəssüf ki, başqa seçiminiz yoxdur. 2, 4, 8, 14. Yalnız cüt rəqəmlər. Giz bir yaxdan açılmır. Dört. Sonra 8. 4. 4. Əminsiniz. 8 də istəyirəm. Bəlkə ümumiyyətlə 2-ni açıq. 2 çox pis yanır. 8 rahat görsənir mənə. Sizin seçim. 4. 150. İşin rəngi lap da dəyişdi. 3 dənə xana qalıb. İşte biz sizinlə böyük finalda görüşsək, onda lap çətin olacaq. Belə deyək də, bu axırıncı şansımızdır yəqin ki. Hələ 2 gedişiniz ola bilər. Yəni, ən azından bankrotdan qaçmaq üçün axırıncı şansımızdır belə yəqin ki. Tural müəllim, 8. Bəlkə 2 və 14. Xeyr. Sən demişsən, qonalığa yesişdi. 8. Bu dəfə də sizin reaksiyanız mənə çox maraqlıdır. Özümə yox. Hələ ki gec deyil, mən qapağa toxunmamışam. Yenə deyirəm, mən bu rəqəmləri heç nə ilə ölçmürəm deyə, bağlamıram deyə, ona görə olsun 8. Olsun 8. Yes! Qonalığam var da. İsmət. Qonağımın proqalı solda. Təbrik Bu edirəm. 250 manat da 0-10 hesabına əlavə olunur. Təbriklər. Əsas olur. Səmimi deyilsiniz. Kimi gəlmək. Səmimi deyilsiniz. Burada yəni nə etmək olar ki, burada hər şey şansdan asılı dediyim kimi. Heç bir rəqəm heç ilə bağlamaq olmur. Elə şeylərə mən inanmıram. Əlvida. Və biz sizinlə böyük finalda görüşürük. Ya siz əldə etdiyiniz məbləğlə gedəcəksiniz, ya da ki, əli boş. Hazırlaşın. Sükut oyunun verilişinin çəkilişlərini bizə göstərdiyi dəstəyə görə Portal Games-ə təşəkkür edirik. Portal Games kompüter oyunu deyil. Portal Games real həyatda real oyundur.
Bu mərhələyə iştirakçı finalda qazandığı məbləğlə keçir. İştirakçı qarşısındakı masa üzərində olan iki xanadan birini seçməlidir. Burada iştirakçı finalda qazandığı məbləği 2-yə vura bilər və ya bütün məbləği itirərək oyunu əliboş tərk edə bilər. Böyük final 2550 manat. Əliboş oyunçu və ya məbləğ. 1 ya 2 sizin seçim. Təbii ki, məbləğ olacaq. Təbii ki. Çünki həyatda mən hər kəs şans, heç vaxt şansa buraxmamışam. Birinci də olmamışam. Axırıncı da olmamışam həyatda. Və sizin bu fəlsəfənin nəticəsi olaraq seçiminiz? Seçimim dəyişə bilər. Dedim, axı, nə həyatda birinci olmamışam, nə də axırıncı. Amma indi 1 ya 2 seçməlisiniz. Beləliklə, sizin seçim? 2 olsun. Bir şans deməkdir, amma 2 qəti. Mən heç həyatda şansı buraxmam. Lap əvvəldə mən sizinlə görüşəndə dedim ki, siz 10.000 manatı aparmaq istəyirsiniz, mən isə onu vermək istəmirəm. İndi siz 10.000 yox, 2550 manat apara bilərsiniz və mən onu yenə də vermək istəmirəm. Amma sizin seçim hər şeyi həll eləyir. Beləliklə. Şansa buraxmayacam. 2. 2 sizin seçimdir. Qapağa toxunmayana qədər fikrinizi dəyişir. Yox. Artıq geçdi. Fikrinizi dəyişə bilməzsiniz. 2 sizin seçimdir. 2. Təəssüf. Əlvida. Siz sükut oyununa Portal Games'in dəstəyi ilə baxdınız. Bəlkə görüşdük.